Bir neçə gün öncə sizə Holland pendirli ət qutabını tövsiyə etmişdim. Siz onu istər yarım fabrikat, yəni dondurulmuş, istərsə də buradan bişmiş şəkildə ala bilərsiniz. Və budur, donmuş qutabı. Dostlar, gördüyünüz kimi Holland pendirli ət qutabımız qaynamağa başladı. Heyif ki, sizə bunu buradan gələn iyi, bu gözəlliyi tam göstərə bilmirəm. Yəni bir tərəfi bişdi, indi isə digər tərəfini bişirək. Əgər sizdə saz yoxdursa, bir damcı yağ töküb tavada da bunu belə bir-bir qızarda bilərsiniz. Və budur dostlar, Holland pendirli ət qutabımız hazırdır. Qiymət 3 manat təşkil edir, bir ədədin qiyməti. Bismillah. Yəni bu hər gün yeyilən bir şey deyil, bu rəsm əsəridir. Buna bahalı 40 qram Holland pendiri əlavə olunur. Çox nejni, çox da. Biz bu Holland pendirli ət qutabını Türkiyədən gətirmişik. Azərbaycanda üst-üstə hesablasan bəlkə 10 yerdə verilir, ya yox. Yəni ətlə Holland pendirin birləşməsi möhtəşəm bir şeydir ya. Çox belə slivoçli, ləzzətli və ət də nəzərinizə çatdırım ki, bizdə ət dünyasından alınır, xalis dana ətindən edirik biz qutabları. Siz bu gözəl Holland pendirli qutabı və ya Holland pendirli ət qutabını Şəkidə Zəmzəm dönər qutab evində və Oğuzda Luxoil yanacaq doldurma məntəqəsindən yeyə bilərsiniz.